Möhtərəm müsəlmanlar, ondan sonra qurbanın yaşı məsələsinə gəldikdə isə kəsiləcək qurbanın şəri olaraq icazə verilən yaşa çatması mütləqdir. İnsan dəvə kəsirsə, inək kəsirsə və yaxud da qoyun və keçi və bu heyvanlardan hər hansı birini kəsirsə, onların hər birinin müəyyən olunmuş yaş həddi vardır ki, o yaş həddinə çatmalıdır ki, hətta onu qurban olaraq kəsməsi icazəli olsun. Dəvədə yaş həddi 5 yaşdır. İnəkdə 2 yaşdır və ondan sonra keçidə 1 yaşdır, 1 yaşa çatması lazımdır. Qoyunda isə 6 ayı tamamlanmış olmalıdır. 6 ayı tamamlamalıdır, ondan sonra qurban kəsmək icazəlidir. Biz yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğu şəkildə dini həyata keçiririk. Və əməlin də qəbul olmasının şərtlərindən biri də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olmaqdır. Onun qoyduğu şəriətə uyğun əməl etməkdir.